BTV-də Səkinə Xudiyevanın fəaliyyəti ilə bağlı yayımlanan xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. BTV xəbər verir ki, əməliyyat prosesi zamanı video çəkərək sosial media hesabında paylaşan Səkinə Xudiyeva kanalımızın Instagram səhifəsində yayımlanan materiala münasibət bildirib. Xudiyeva sözgedən videonun köhnə olduğunu qeyd edib. O eyni zamanda şərhində özünü dosent, elmlər namizədi olan cərrah kimi təqdim edərək sertifikatı olmasa da 15 ildir cərrah kimi fəaliyyət göstərdiyini və 3 plastik cərrahın elmi rəhbəri olduğunu yazıb. Bu açıqlama isə məsələyə dair yeni suallar yaradıb. Elmi dərəcənin və uzun müddətli tibbi təcrübənin olması praktik tibbi fəaliyyət üçün qanunvericiliklə nəzərdə tutulan sertifikasiya tələblərini əvəz edə bilərmi? Əgər plastik cərrah kimi fəaliyyət göstərmək üçün müəyyən edilmiş prosedur və tələblər mövcuddursa, elmi adı və ya akademik nailiyyətləri olan şəxslər bu tələblərdən azad edilirmi? Digər tərəfdən plastik cərrahlarla bağlı açıqlanmış vahid siyahıda yer alan və müvafiq prosedurlardan keçən həkimlərlə bağlı da sual yaranır. Eyni sahədə çalışan bütün mütəxəssislərə eyni hüquqi və peşə tələbləri tətbiq edilməlidirmi? BTV bu suallara jurnalist mövqeyindən deyil, aidiyyatı dövlət qurumlarının rəsmi cavablar əsasında aydınlıq gətirməyə çalışır. Bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanıb. Səkinə Xudiyevanın elmi dərəcəsi, ixtisası, sertifikasiya vəziyyəti və plastik cərrahiyyə fəaliyyəti ilə bağlı hüquqi əsasların dəqiqləşdirilməsi istiqamətində jurnalist araşdırması davam etdirilir. BTV məsələni diqqətdə saxlayır. Aidiyyatı qurumlardan daxil olacaq rəsmi cavablar ictimaiyyətə təqdim ediləcək.